Azərbaycanlıları qətl edən Rus general necə cəzalandırıldı? 1906-cı ildə Çar Şuşa qəzasına general Qoloşapovu qubernator təyin etmişdi. Ordubadi yazır ki, o ermənilərin xahiş və şikayətlərinə həmişə diqqətlə yanaşır, Azərbaycanlıları cərmələyir, onları cəzalandırırdı. Halbuki hər şeyi, hətta qətlləri də ermənilər törədirdi. İyul ayının 12-sində ermənilər bir neçə gün əvvəl ölmüş ermənini generala göstərərək dedilər ki, bu adam Azərbaycanlılar tərəfindən generalın dəftərxanasının yaxınlığında öldürülüb. General fikirləşmədən Köçərli məhəlləsinə artilleriya atəşi açılması barədə əmr verdi. Həmin gün Kazak dəstələri, Rus piyada qoşunu və 10 min erməni, o cümlədən bu döyüşlər ərəfəsində şəhərdə toplanmış erməni əsgərlər və bandit dəstələri də onlara qoşuldu. Artıq hər şey nəzarətdən çıxmış, Azərbaycanlıların üzərinə böyük bir hücum başlanmışdı. 5 gün davam edən döyüşlərdə Azərbaycanlılar yaşayan bütün evlər artilleriya atəşləri ilə dağıdılırdı. Kənardan köməyə ümid olmayan Azərbaycanlılar düşmənə ləyaqətlə müqavimət göstərirdi. Güclü müqavimətlə qarşılaşan general Qoloşapov şəhərdə olan bütün Rus qüvvələrini də döyüşə daxil etdi. Buna qarşılıq 70 yaşlı qocalardan başlamış 7 yaşlı oğlan uşaqlarına qədər bütün Azərbaycanlılar əllərinə silah alıb müqavimətə davam etdi. Minlərlə itki hesabına olsa da Azərbaycanlılar qalib gəldi. Şeyxülislam Qafqaz canişininin qarşısına çıxaraq Qoloşapovun Şuşadan geri çağırılmasını istədi. Canişin isə Qoloşapovun geri çağırılmayacağını bildirdi. Noyabr ayının 8-də Qoloşapov faytonda gedərkən ona 2 atəş açıldı və ölümcül şəkildə yaralandı. Daha sonra Difai Partiyası tərəfindən küçələrə kağızlarda bəyannamələr yapışdırıldı. Orada eynən bu sözlər yazılırdı. 2 güllə yarası almış general Qoloşapovun mənfur və rəzil həyatı başa çatmışdır. Qarabağda törətdiyi mənfur əməllərinə görə Difai Partiyası tərəfindən ölüm cəzasına məhkum edilmiş general axır ki, haqlı cəzasını aldı. Bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda Difainin ilk çıxışı və üst-üstə yığılmış xalq qəzəbinə görə ilk qisas aktıdır. İndi minlərlə dərdli ana və bacıların göz yaşı quruyacaqdır. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının minlərlə müflisləşmiş, evsiz, eşiksiz, sərgardan gəzib dolaşan minlərlə sakini az da olsa rahat nəfəs alacaqdır. Daha sonra Difai möhürü və altından da yaşasın Difai sözləri. Abunə olun ki, digər videolarda qarşınıza çıxsın.